Herkese salam millət. Bu gün sizi SNR strategiyasının QM pattern dərsindən salamlayıram. QM pattern nədir və haralarda istifadə olunmalıdır və biz bunu qrafikdə necə tapa bilərik? Bunu sizə izah edəcəm. Amma ondan öncə sizə öyrənməli olduğunuz müəyyən xırda şeylər var ki, onları bəlkə də bəziləriniz bilirsiniz, amma bilməyənlər üçün mən onu qısa şəkildə izah edeyim ki, bu formulu çəkəndə səhvliklə çəkməsinlər. Məsələn, QM patterndir, HNS-dir. Bunları düzgün qaydada çəkə bilsinlər. Deməli, birincisi nədir? Bu lower low-dur, high-dır, higher high-dır, lower low-dur. Onları birinci başa düşmək lazımdır ki, bunlar nə deməkdir. Ondan sonra həmən onu nə cür çəkmək lazımdır, onu sizə izah edəcəm. Low ingilis dilində aşağı deməkdir. Low aşağı. High yuxarı. Okay. Burada indi söhbət nədən gedir? Nəyə görə mən onu sizə birinci izah eləmək istəyirəm, onu deyim. Birinci, bu qrafikdə məsələn deyək ki, bu deyək ki, low-dur, bura low-dur məsələn deyək ki. Sonra burada bir dənə high yaranır. Yəni bu qrafikin, bu elə ki bunu götürürüksə, bunun haqqında danışırıqsa, məsələn low burdadır, high burdadır. Ondan sonra gəlir burada high-dan da yuxarı gələndə nə olur? Higher high yaranır. Yəni higher high nədir? Yəni bundan da hündür, hündürdən də hündür. Başa düşdünüz? Ondan sonra nə olur? Baxın, burada low-dursa əgər buradan da gəlib bir dənə aşağıya, buradan belə şey yaradırsa, dəstək yaradırsa, bu da nə olur? Olur lower low. Yəni aşağıdan da aşağı. Başa düşdünüz? İndi nədir burada? Baxın, mən sizə indi burada aşağı bir dənə yazıram. Lower low. Bir də higher high. Başa düşdünüz? İndi deməli burada biz buna baxıb nələri çəkə bilərik? Mən sizə indi onu sizə izah edəcəm. Birincisi nədir? Burada indi mən hərf olaraq yazacağam. Birinci yazırıq low. Low-dan sonra yazırıq high. Ondan sonra yazırıq lower low. Ondan sonra yazırıq higher high. İndi okey. Deyək ki, belə bir şey yazdıq. Burada nə oldu? Low aşağı etsə buradır. High yuxarı. Lower low bu aşağıdan da aşağı. Higher high yuxarıdan da yuxarı. Biz əgər bunu çəkəsi olsaq, nə cür çəkə bilərik? Gəlin sizə onu izah edeyim. Gəlirik buradan bir dənə bu pəs götürürük. Baxın, indi buradan bir dənə low-muzdan high-a, high-dan lower low-ya, lower low-dan da higher high-a. Baxın belə. Bu nə oldu indi burada? Burada oldu low. Sonra burada oldu high. Ondan sonra burada oldu lower low. Ve burada da oldu higher high. Okay. Burada nə baş verib? Qrafik buradan qalxmağa başlayıb, öz üçün bir dənə high yaradıb. Yəni aşağıdan yuxarıya doğru hərəkət edib. Sonra yuxarıdan aşağıya qədər hərəkət edəndə, baxın buradakı bu low əvvəllər dəstək olub. Bu dəstəyi qırır, ondan da aşağıda dəstək yaradırsa, ona deyirlər lower low. Ondan sonra yuxarı qalxıb bu dirənci qırıb, ondan yuxarıda dirənc yaradırsa, bu olur higher high. Başa düşdünüz? Baxın bu formulu yadda saxlayın. Bu formul bərabərdir QM baya. Hələ ki bu formulu yazın, bərabərdir QM bayını yazın. Ondan sonra bunları necə istifadə edəcəksə onu yazacağım sizə. Bu QM bayın alış nöqtəsi olduğu kimi QM bayın satış nöqtəsi də var. Yəni QM sell də var. İndi isə sizə QM sell izah edəcəm. QM sell-də nələr baş verəcək? QM sell-də bu formul sadəcə dəyişəcək. Məsələn bu L H-ın yerinə keçəcək, bu lower low-da higher high-ın yerinə keçəcək. İndi gəlin sizə onu da izah edeyim. Baxın, bunu indi bir dənə kopya eləyim, qoy. Sonra onun üzərindən dəyişdirək. Burada elə bir ki, bu keçəcək high-a. Bu olacaq low. Bu olacaq higher high. Bu da olacaq lower low. Sorry. Bu da bərabər nəyə? QM sell-ə. İndi gəlin yaxşı QM sell-də. İndi isə gəlin bu formula baxaraq bu şəkildən çəkməyə çalışaq. Görə necə çəkəcəyik?
higher, yəni yuxarıdan gəlir, low yaradır. Ondan sonra qalxır yuxarı, higher, high yaradır. Yəni bundan hündürün yaradır. Sonra düşür aşağı, bundan aşağısından da lower, low yaradır. Beləliklə nə olur? Belə bir formul yaranır. Okay. Bu da bərabərdir QMCL-ə. Gəlin bunu biraz çəkim yuxarı, çaşmayın. Deməli, QMCL bu QMBy'dır, bu isə QMCL-dir. Okay. QM açılışı nədir? Quasimo'dur. Google-a yazsanız gələcək, Quasimo yazın gələcək, Quasimo pattern yazın gələcək. Burada indi nəysə, mən sizə qısa şəkildə hamısını izah eləmək istəyirəm ki, indi burada biz nə cür nöqtələr tapa bilərik, nə formada girişlər eləyə bilərik, sizə onu göstərəcəm. Əgər belə bir forma yaranıbsa, deməli burada nə baş verir? Siz qrafikdə alış eləyə bilərsiniz. Yox, əgər qrafikdə bu cür bir forma yaranıbsa, o zaman siz qrafikdən satış eləyə bilərsiniz. Deməli orada QMCL var. Bəs burada girişlər haradır? TP haradır? Stop loss haradır? Gəlin sizə indi onu izah eləyim. Burada entry, yəni giriş nöqtəmiz, əgər buradan higher high-dan low-ya gələrsə, baxın bura qədər gələrsə, biz buradan giriş eləyəcəyik. Okay. Baxın belə olacaq. Əgər bu qiymət buradan düşərsə, birinci girişiniz baxın bu low-dan olacaq. Bu şəkildə. Stop loss'umuz isə bu low-nun altında olacaq. Baxın burada. Onu da qırmızı rəng deyirəm ki, bilinsin ki bu stopdur. Baxın bu low-nun tuşu stop loss nöqtəsidir. TP isə bu nöqtədir. Hansı ki əvvəlki higher high. Məsələn, bu forma yarandı, low-dan getdi high-a, sonra gəldi low qırıldı, lower low yaratdı, sonra gəldi high qırıldı, higher high yaratsa, siz retest gözləyirsiniz. O retestdən də gəlib burada low-dan giriş eləyirsiniz. Giriş elədikdən sonra stop loss'umuz olacaq bizim burada. Baxın bizim girişimiz buradırsa, stop loss'umuz olacaq həmən bu low-da. Take profitimiz isə olacaq həmən bu higher high-da. Başa düşdünüz? Yəni bizim QMBy'ımızın formulu budur. Bizim deməli, indi bununla bölünə yazacağam. Hardan girirsiniz, hardan çıxırsınız. Deməli yazıram bura. Low bərabərdir entry, yəni giriş. Higher high bərabərdir take profit. Lower low isə bərabərdir stop loss. Okay. Baxın bu şəkildə qeyd edeyim. Bu QMBy'ın formuludur. QMBy'da bu cür olacaq. Amma bu birisində isə gəlin də sizə onu izah eləyim. Bunda isə QMCL-dir. Deməli higher high buradaydı. Low buradaydı. Burada isə QMCL-dirsə biz burada sell axtaracağıq. Hansı ki burada məsələn gördüyünüz kimi high yaradıb, sonra low, sonra high qırılıb, higher high yaradıb. Ondan sonra gəlib low qırılıb, lower low yaradıb. İndi isə bizim girişimiz hardan olacaq? Həmən bu high-dan. Əgər qiymət bu lower low-nu yaradandan sonra gəlib buranı test eləyirsə, o zaman buradan biz sell giriş eləyəcəyik. Bizim enterimiz oradır. Bu da üz aşağıya gedəcək. Bizim burada stop loss'umuz olacaq həmən bu higher high. Take profitimiz isə olacaq lower low-ya qədər. Gördüyünüz kimi burada yəni risk ratio-da çox belə yəni qəşəngdir. Çünki high-dan girirsənsə higher high ona daha yaxındır. Amma take profit isə lower low-dadır deyə o qədər də gözləyə bilirsiniz. Yəni rahatlıqla gözləmək olar. Take profitiniz daha uzun olur və sizin nəticədə nə bilim 1/10 ara-arada tutmaq mümkündür. Nəysə, burada da indi həmən bu qaydada da düzəldirəm ki, gözünüz alışsın. Sell short position. Baxın burada bir dənə short position qoyacağam. Stop loss'umuz olacaq higher high-dan. Enterimiz olacaq buradan. TP'miz isə olacaq baxın buradan bu şəkildə. Belə. Əgər bu aydındırsa, indi siz QMBy'ı hardan tapa bilərsiniz? QMCL-i hardan tapa bilərsiniz? Keçək ona. Baxın, həmişə qrafikdə iki cür söhbət olur da. Birincisi, ya qrafik bias buy-dır, qalxışa doğrudur, ya sideway gedir. Yəni, nə bazar neytraldır, nə yuxarı gedir, nə aşağı gedir. Ya da ki, bazar bias seldir, üzü aşağı hərəkət edir. Üz aşağı hərəkətdə baxın bu şəkildə olur. Okay. İndi biz burada nə axtarırıq? Baxın, bu bizə qalxan trend göstərirsə, deməli, məsələn, biz burada ancaq axtara bilərik QMBy.
QM buy. Başa düşdünüz? Burada isə tərsinə, əgər qiymət düşürsə, QM sellər yaranacaq ancaq. Gördüyünüz kimi ancaq QM sell. Ancaq bax sell trendi belədir, buy trendi belədir. Deməli, bunların indi üstünə yazıram. Bir uşaqlar qeyd eləyin dəftərdə. Bunlar çox vacib məlumatlardır. Bunları qeyd eləyin ki, gələn dəfə eyni şeylərdə çaşmayasınız. Qiymət, buna deyirlər continuation pattern. Yəni, qiymət sən bir yazı tapmısan seldir, amma yəni hər yerdən giriş eləmirsən. Amma bu QM sizə hər dəfə giriş üçün köməklik eləyəcək ki, girişlərinizi tapasınız. Deməli, qiymət qalxanda QM buy axtarırsınız, qiymət düşəndə QM sell axtarırsınız. Bəs yaxşı, deyək ki, bazarda qiymət əgər sideways gedirsə, yəni bu vəziyyətdirsə, burada nə bilməyəm, belə şey olur. Yəni, burada nə alasan, QM buy alasan, QM sell alasan, yəni bu sideways gedir axı, burada nə etmək olar? Əgər belə sideways vəziyyətsə, o zaman QM buy-a dəstəkdən axtarırsan, əgər yuxarıdansa, QM, yəni qiymət dirəncdədirsə, QM sell axtarırsan. Bu şəkildə, yəni belə bu cür axtarıb tapa bilərsiniz. Bunu da qoyub buradan götürməyim. Başa düşdünüz? Əgər qiymət qalxan trenddədirsə QM buy axtarırsınız, əgər düşən trenddədirsə QM sell axtarırsınız, və yaxud nə düşəndirsə, nə qalxandirsə, nə düşəndirsə, yerində sadəcə oynayırsa, o zaman direncdən QM sell, dəstəkdən QM buy. Bu qədər sadə. İndi isə gəlin həmən bu QM buy, QM sell, QM nə bilim, neytralları da necə tapmaq olar, onları sizə qrafikdə göstərim. Bizə böyük time frame-də, məsələn 1 saatlıq olsun, mən 1 saatlıq da indi eləyəcəm. Belə amma istəsəniz 4 saatlıq da eləyə bilərsiniz ki, məsələn bazarın yönünü bilə biləsiniz. Bazarın yönü gördüyünüz kimi düşən trenddədir. Deməli biz nə axtarmalıyıq? QM sell axtarmalıyıq. Burada ancaq bizim işimiz QM sell axtarmaqdır. Baxın yazıram ki, QM sell. Okay. QM sell elədikdən sonra biz keçirik buradan məsələn ən balaca time frame-ə. Ən balaca time frame-lər deyəndə ki, yəni 15 dəqiqəlikdə də tapa bilərsiniz, 5 dəqiqəlikdə də tapa bilərsiniz. Baxın indi burada nələr baş verib, sizə onu göstərəcəm. Bizdə QM sell-in şeyi nətər idi, formulu nətər idi? Deməli, QM sell-də, bearish QM pattern-də deməli birinci high yaranır. High-dan sonra low yaranır. Gözlə bunlar böyük yazım çaşmayasınız. High, low, ondan sonra higher high, ondan sonra lower low, okey. Söhbə belə. İndi biz burada başlayırıq axtarmağa. Burada high hardadır, low hardadır, higher high hardadır, lower low hardadır. Ondan sonra onları tapdıqdan sonra biz girişlərimizi eləməyə davam edəcəyik. Birinci biz nə axtarırıq? Gəlin birinci şəkil olaraq çəkək o şeyin. Bax məsələn bu high-dır, düzdür? High-dan gəlir low-ya. Gözləyin, o birisini eləyim, düz çəkim. Mən biraz düz xətt çəkməklə bağlı problemlərim var. Ona görə bundan istifadə edəcəm. Bax, məsələn, burada yaranıb high, sonra gəlib burada yaranıb low. Okay. Ondan sonra gəlib burada yaranıb higher high, yəni bundan da bunu keçirib hündürə. Ondan sonra gəlib nə olub? Burada yaranıb lower low. Okay. İndi biz burada nə edirik? Bunları hərfləyirik. Bayaq necə ki eləmişdik də, yadımıza gəlir. Baxın, deməli bu high. Düzdür. Hani mən bir formula yazmışdım burada. Hə, bax bu da formula. Deməli, high-ımız hazırdır, burada var, düzdür. İndi low axtarırıq. Low-umuz da var. Low-umuzu da salırıq bura. Low. Okay. Ondan sonra higher high, yəni bundan hündürdə yaranıb bir dənə higher high. High high. Okay. Ondan sonra nə olur? Gəlir bu low qırılır, əvəzinə lower low yaranır. Biz bura bir dənə yazırıq. Lower low. Lower low, okay. İndi burada okey, belə bir vəziyyət yaranıbsa, yaxınlaşdıraq. Baxaq. Deməli, high, sonra low, ondan sonra higher high, ondan sonra lower low. Okay. İndi biz burada nə gözləyirik? Gözləyirik ki, gəlsin high-a retest eləsin. Okay. Baxın bu nöqtəyə. Bu nöqtəyə gəlsin retest eləsin. Gördüyünüz kimi gəlib imen oraya qədər qalxıb. İndi gəlirik bura, buradan bir dənə retest gözləyirik ki, gəlsin bura, həmən bu high-a dəysin və oradan bum, düşsün aşağıya qədər. Tepemiz hara olacaq? Lower low-ya qədər. Biz indi buradan bir dənə seçirik short position. Baxın, qoyduq bura stop loss'umuzu. Məsələn, bu higher high-a qədər girişimiz olacaq bu high-dan. Take profitimiz isə olacaq lower low-ya qədər. İndi burada gəlin o şeyi hesablayaq. Stop loss'umuz $5'dır.
186'dan giririk deyəsən. Hə, 186'dan giririk. Stop lossumuz 191'ə qədərdir. Yəni 50 dollar, 5 dollar. Nə 001-dən açsaq. Amma take profitimiz isə gəlir düşür lower low-ya qədər, yəni 164-ə qədər. Yəni stop loss 5 dollardırsa, take profit isə gəlir hardasa bundan 22 dollar aşağıya düşür. Yəni itirsən 5 dollar, qazansan 22 dollar qazana bilərsən bu setup'ı tapsan. Burada lower low-ya da gəldi, yarısını tepe ol, yarısını bırax break-even'a, ondan sonra bıraxın getsin. Sonra yenə eyni qayda ilə gəlsin. Məsələn, buradan aşağılardan yenə eyni qayda ilə QM sel axtarmağa davam eləməliyik. Çünki bias hələ ki seldə, düzdür. Ona görə də biz hələ də QM sel axtarmağa davam eləməliyik. Biz burada yenə də qrafikə baxa-baxa eyni şeyləri tapmağımız mümkündür. Bu qədər sadədir dostlar. Yəni sadəcə qrafikdə bu qayda ilə axtarın, tapın. Bias əgər selə davam eləyirsə, siz də öz profitinizi davamlı şəkildə continuation-a davam eləyib, siz də davamlı profitlər eləyə bilərsiniz bir biasda. Əgər bias seldirsə, siz QM sellər tapa elə bil ki, həmişə əməliyyatda qala bilərsiniz və daha da yəni bias selə davam elədiksə, siz də profitlər əldə eləyə bilərsiniz. İndi isə gəlin keçək QM buy-a, görək QM buy harda var. Baxaq görək, yenə keçək time 1 saatlıq time frame-ə. Düzdür, bunlar bir dənə sıfırlayaq yenə ekranımızı. Bu hal-hazırki vəziyyətdir. Yəni hal-hazırda qiymət düşən trend idi. Yəni amma biz biraz indi hal-hazırda QM buy-a tapmaq üçün mən sizə gərək məcburam ki, qalxan trenddə olan bir qrafiki göstərim. Qalxan trenddə olan qrafik üçün də yəni hardasa biraz xeyli geriyə getmək lazımdır. Gəlin elə son yaxın şeylərə baxaq. Məsələn də son deyək ki, balansına düşür. Deməli 9 marta düşür, səhv eləmirəmsə. 9 martda olan günün trendinə baxaq. Deməli burada qalxan trenddir, düzdür. Biz burada artıq qalxan trend olduğuna görə həmişə QM buy axtarıb tapmalıyıq. QM buy-ı necə tapmaq lazımdır, onu indi sizə izah edeyim. Əgər 1 saatlıqda hər hansı bir QM buy görmürsünüzsə, o zaman balaca time frame-ləri keçid eləyə bilərsiniz. Amma bundan qabaq mən sizə bu dərsdə daha aydın başa düşəsiniz deyə bu QM buy-ın da təzədən bir daha formulunu yazacağam ki, görəsiniz ki, məsələn, birinci nə tapmaq lazım idi, sonra nə. Hansı ki, dərsin əvvəlində onsuz onu izah eləmişdim. İndi bir daha yazıram. Bullish QM pattern'in formulu bu cürdür. Low, high, ondan sonra lower low, ondan sonra higher high. Okay, bunu bərabərdir QM buy-a. QM buy. İndi mən sizə onu şəkil kimi də çəkim. Görək burada harda ondan var. Baş şəkil kimi belə olacaq. Deməli, low-dan gələcək high-a. Sonra gələcək bu low-nu qıracaq. Ondan sonra gələcək bu high-ı qıracaq, higher high yaradacaq. Və bu şəkildə biz elə bil ki, indi burada bir görünüş görməliyik ki, məsələn, gəlsin aşağıdan yuxarıda bir dənə high yaratsın, sonra gəlsin həmən bu aşağını qırsın, sonra o cür davam eləsin. Əgər 1 saatlıqda yoxdursa, time frame-i dəyişə bilərsiniz. Time frame-i dəyişəndən sonra görə bilərsiniz ki, məsələn burada buna oxşar bəzi şeylər var. İndi isə çevirdik məsələn 15 dəqiqəlik time frame-ə. Əgər 15 dəqiqəlik time frame-də bu cür bir formasyon görmürsünüzsə, məsələn low-dan qalxsın high-a, high-dan düşsün low-nu sındırsın, ondan sonra qalxsın high qırsın, higher high yaratsın. Əgər belə bir şeylər görmürsünüzsə, time frame-ləri dəyişməyə davam edə bilərsiniz. Yəni nə qədər alınsa aşağı çəkin, yəni time frame-i və ona uyğun da baxın. Məsələn, burada indi bunu bura qoyuram. Görək burada ona oxşar nəsə varmı? Məsələn, burada gördüyünüz kimi low yaradıb, sonra gedib high yaradıb. Ondan sonra gəlib bu low-nu sındırıb, lower low yaradıb, ondan sonra gəlib qalxıb həmən bu high sındırıb, higher high yaradıb və ondan sonra biz nə edirik? Biz də burada artıq bu formasyon yaranda düzdür. Hansı ki, baxın belədir. Gəlib low-dan high-a, sonra lower low, sonra higher high, düzdür. İndi bizim girişimiz burada hara ola bilər? Bizim girişimiz burada. Burada əgər görmürsünüzsə qrafikdə elə bir şeydə, həmişə çalışın qrafik uzadın, onu da görməyə daha rahat olur. Baxın gördüyünüz kimi burada çəkdiyim şeyin eynisidir. Low, high, lower low, higher high. Okay. O hansıydı? Buydu deyəsən. Deməli, low, high, lower low, higher high. Okay. İndi ondan sonra bizim girişimiz hardan olacaq? Baxın bu low-nun tuşundan. Gəlirik bura. Low-nun tuşuna. Bura bir dənə buy nöqtəsimiz. Buy nöqtəmiz bura olur. Bizim də stop loss nöqtəmiz olacaq hara? Baxın bu iynə. Bunu qırmızı rəngdə qoyuram. Take profitimiz isə olacaq həmən bu higher high. Okay. İndi sizə buradan da yenə əlavə olaraq long position olaraq göstərəcəm. Long position deməli girişimiz olacaq bizim buradakı low-dan. Hansı ki buradır.
stop lossumuz olacaq bu iğnədən. Take profitimiz isə olacaq bu higher high-dan. Deməli, stop lossumuz 25-dir, take profitimiz 28-dir. Baxın, gördüyünüz kimi qiymət gəlib, stopu görmədən elə bu low-dan reaksiya alıb qalxmağa başlayıb davam edib. Setup'ın adı olur QM buy for 5 minutes time frame. Yəni 5 dəqiqəlik time frame-də QM buy var. Məsələn, uşaqlar, siz nə vaxtsa qrupda danışırsınızsa, chatda söhbət edirsinizsə, deyəndə ki, burada QM buy var, deməlisiniz ki, hansı time frame-dədir? Hə, QM buy var, okey, bildim QM buy var. Hansı time frame-də? Denən baxaq da. Sən önce deyəndə ki, QM buy 5 dəqiqəlik, orada insanlar başa düşməlidir ki, əgər bu 5 dəqiqəliksə, o qədər güclü olmaya bilər. Amma sən məsələn 1 saatlıqda elə QM buy tapırsansa, gör o QM buy'ın yəni verəcəyi profit nə qədər ola bilər. Belə dostlar, bu gün də sizinlə QM patternini öyrəndik. Bunun formulunu hər zaman ekranınıza yazın, telefonunuza yazın, hara istəyirsiniz yazın və əzbərləyin. İnanın ki, bir həftədən sonra artıq o formula baxmağa ehtiyac olmayacaq. Artıq hər zaman ağlınızda əzbər olaraq qalacaq. Və siz də qrafikdə nə zaman elə bir pattern görsəniz, tamamilə QM-in olduğunu anlayacaqsınız rahatlıqla və girişlərinizi stressiz, səbirlə, sakit olaraq eləyə biləcəksiniz. Çünki artıq biləcəksiniz ki, müəyyən qədər güclü bir səbəbiniz var giriş üçün. Belə, bugün bu videonu da burada saxlayıram. Çünki uzun videoları bilirsiniz, heç kəs baxmır. Yəni qısa-qısa hər birini izah eləyib sizə ətraflı öyrədirəm. Kiminsə sualı olarsa kommentlərdə bildirə bilər. Kommentlərdə də suallarınıza cavab verəcəm. Növbəti dərsdə görüşənədək.